Elektrolit bilirdim diye. Bu açıq sualdır, mənim yarım bal verirsən. Deməli uşaqlar, xrom OH üçün H-bromla reaksiyasında 3 növ duz ala bilərsən. Neçə növ? 3 növ. Birincisi xrom OH3. Əgər 1 mol H-bromla girsə, alınacaq bir dənə H, bir dənə OH-ı götürər, 1 mol su alınır. Alınar xrom OH2 brom. Aydındır? Aydın. Birdən bunu götürsəm 2 mol H-bromla. Onda alacağım xrom OH brom 2, çünki 2 dənə H, 2 dənə OH-ı götür, 2 mol su. Bir də xrom OH üçün 1 molunu sala bilərəm 3 mol H-bromla, yəni bromin üstünə. O zaman alacağım xrom brom 3 və 3 mol H2. İndi bizə deyir ki, burada molar kütlələrə diqqət eləsən, burada ən böyük molar kütlə bundadır. Deyə siz hardan bildin, mən hesablamadan hardan bilirsən? Çünki uşaqlar, mən bilirəm ki, OH-ın kütləsi 17-dir, amma bromun kütləsi 80-dir. Əgər OH gedib yerinə brom gəlirsə, avtomatik kütləyə böyürsən, 17 mat xərcləyirsən, 80 mat qazanırsan. Avtomatik kütlə nə olur? O zaman ən böyük kütlə burada xrom 3 bromidlədir. Ondan sonra xrom 3 hidrokso bromid, ən balaca da xrom 3 dihidrokso bromidlədir. O zaman bizə deyib bu M3 böyükdür, M2 oldu M1-dən. O zaman bizim bu M3'ümüz budur. Bu bizim nəyimizdir? M3'ümüz. Bu bizim M2'mizdir. Bu da bizim M neçəmizdir? M1'imizdir. Elə? Şimdi uşaqlar, M1'ə uyğun gələn duzun neçə atomu var? Bir dənə bax, bu neçə atomludur? Yəni bizə C1 verib də o sayı. O zaman C1'imiz nə olacaq? 4, 5, 6. C2'miz 2, 3, o da 2, 5. C3'ümüz isə 4. Bizdən C1, C2, C3 istəyirdi. Bir də ki, neçə mol girib brom? M1'də neçə mol giribdir? A1'imiz 1'dir. A2'miz neçə mol turşu girib? 2. Burada neçə mol turşu girib? 3. Sonra biz hamısını tapdıq, cavab da orada B bəndə olur. Fikir verin. A3 böyüdür A2'dən, böyüdür A1'dən. C1 böyüdür C2'dən, o da böyüdür C3'dən. Nə qədər çox turşu, o qədər böyük kütlə, o qədər atom sayı az.